Salam əziz müəllimlər, hər birinizi xoş gördük. Bugün sizlərə layihə işi ilə layihə əsaslı öyrənmə haqqında məlumat verəcəm. Ümumiyyətlə, layihə işi ilə layihə əsaslı öyrənmə eyni anlayışdır. Təbii ki, xeyr. Bəzən müəllimlər testlərdə qarışdırırlar. Layihə işi dərslərdə, yəni reallaşdırılan layihə işlərinin məqsədi şagirdlərdə bilik və bacarıqlar formalaşdırıldıqdan sonra onların tətbiqi üçün nəzərdə tutulur. Yəni, müəllim mövzu ilə bağlı şagirdlərdə artıq bilik və bacarıqlar formalaşdırıb və möhkəmləndirmək məqsədi ilə şagirdlərə müxtəlif yaradıcı layihə işləri təqdim edə bilər. Hər dərsin sonunda şagirdlər mütləq layihə işi reallaşdırmalıdırlar. Xeyr, təbii ki, belə bir şərt yoxdur. Yəni, layihə işi reallaşdırıla da bilər, reallaşdırılmaya da bilər. Layihə işini bir növ ev tapşırığı kimi nəzərdə tuturuq. Yəni, mövzunu artıq şagirdə mənimsətmişik və möhkəmləndirmək məqsədilə şagirdlərə müxtəlif yaradıcı layihə işləri təqdim edirik. Nümunə olaraq deyək, biologiya dərsində daxili orqanları öyrəndikdən sonra şagirdlərin daxili orqanlar sisteminin modelini hazırlanması bu layihə işidir. Və yaxud da kimya dərsində şagird atomun quruluşu ilə tanış olub və atomun modelini hazırlayırsa bu layihə işidir. Layihə əsaslı öyrənmə geniş anlayışdır. Layihə əsaslı öyrənmə müəyyən bir vaxt ərzində həyata keçirilir. Mövzu da geniş spektrli bir mövzu olur, yəni əhatə dairəsi geniş olur. Nümunə deyək, iqlim dəyişikliklərinin Xəzər dənizində suyun səviyyəsinə mənfi təsirləri və bununla bağlı təkliflərin layihələndirilməsi. Gördüyünüz kimi mövzu geniş əhatəli bir mövzudur. Təbii ki, müəyyən bir vaxt ərzində şagirdlər bu layihə işini reallaşdıracaqlar, çalışacaqlar və sonunda da təqdimat edəcəklər. Və yaxud da ekoloji problemlərin həlli. Yəni, layihə əsaslı öyrənmə layihə işindən daha böyük anlayışdır.